Salam müəllimlər. Bildiyimiz kimi hər il biz imtahanlarda fərqli sual tipləri ilə rastlaşırıq. Və həmin fərqliliklərdən birini də mən bu sualda sizlərə təqdim edəcəm. Sualımız belədir. Ailə gəlirlərini, faizlərini nəzərə alaraq ardıcıllıqla düzün. Biz bilirik ki, ailə büdcəsi iki hissədən ibarətdir. Gəlir və xərclərdən ibarətdir. Ailə gəlir və xərclərini isə 6-cı sinifdə biz faizlər üzrə öyrənirik. İndi burada sadəcə olaraq ailənin gəlirləri verilib və biz ilk olaraq hər bir gəlir sahəsinin hansı faizi əhatə etdiyini tapacağıq. Daha sonra isə onları azdan çoxa doğru ardıcıllıqla düzəcəyik. Birinci, deyir şəxsi yardımcı təsərrüfatdan əldə edilən gəlir. Şəxsi yardımcı təsərrüfatdan əldə edilən gəlirlər cəmi 4% əhatə edir. 4% və şəxs sözü özü də 4 hərfdən ibarətdir müəllimlər. Oradan yadda saxlaya bilərsiniz ki, şəxsi deyəndə bu zaman 4-dür. Yəni, ən aşağı faiz, gəlir və xərclərin hər ikisində də ümumilikdə ən aşağı faiz şəxsi yardımcı təsərrüfatdan əldə edilən gəlirlərdir. Eləcə də gəlirlərin də içərisində ən aşağı faiz şəxsi yardımcı təsərrüfatdır. Sonra isə 2-yə baxaq. 2-də deyir təqaüd və müavinətlər. Təqaüd və müavinətləri isə müəllimlər 9% əhatə edir. 3-ə baxaq. 3-də deyir ayrı mənbələrdən gələn gəlirlər. Ayrı mənbələrdən gələn gəlirlər isə 7% əhatə edir. 4-ə baxaq. Ailə üzvlərinin əmək haqqısı. Əmək haqqı isə ən yüksək faizi əhatə edir, yəni 80% əhatə edir. İndi müəllimlər, biz bunları ayrı-ayrılıqda tapdıq ki, hansı faizi əhatə edir. İndi isə bunları azdan çoxa ardıcıllıqla rəqəmləri üzrə düzməliyik. İlk olaraq ən aşağı faizdən başlayırıq. Ən aşağı faizimiz neçədir? 4%-dir. 4% hansı rəqəmlə göstərilib? Bir rəqəmində olan məlumatla. Deməli, ilk rəqəmimiz olacaq 1, sonra 4-dən yüksək rəqəm 7-dir. 7 ədədi isə 7 rəqəmi 3-ü ayrı mənbələrdən gələn gəlirləri əhatə etdiyi üçün 1-dən sonra yazırıq 3. 7-dən yüksək rəqəm 9-dur. Təqaüd və müavinətləri əhatə edir və bu da 2 rəqəmində verilmişdir. 3-dən sonra yazacağıq 2. Sonra isə ən yüksək faizimiz 80-dir. 80 isə ailə üzvlərinin əmək haqqısını əhatə edir və 4 rəqəmində verilmişdir. 2-dən sonra da 4 yazacaq. Deməli, bu sualda bizim doğru variantımız 1, 3, 2 və 4 oldu. Doğru cavabımız olacaq A variantı. Müəllimlər, sual sizin üçün maraqlı və faydalı oldusa, bu zaman videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Həmçinin ailə gəlirlərini və xərclərini faizlər üzrə rahat şəkildə yadda saxlamağınız üçün digər bir videonu da bu videonun aşağı hissəsinə etiketləyəcəm. Həmin videonu izləyərək ailə gəlirlərini və xərclərini asan şəkildə rəqəmləri ilə yadda saxlaya biləcəksiniz.